Ölkə ərazisində qar su ehtiyatlarının müəyyənləşdirilməsi aprel, may, iyun, iyul aylarında çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə ölkənin yüksək dağlıq ərazilərində qar ölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilib. Qeyd edim ki, mart ayının sonu və aprel ayının əvvəlində ölkə çaylarında gürsulluq dövrü başlayır. Belə ki, aprel, may, iyun ayları ərzində dağlıq ərazilərə yağan qarın tədricən əriməsi və yağış mövsümünün başlanması nəticəsində çaylarda yaz-yay gürsulluq dövrü başlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən mart ayının 7-sindən etibarən ölkənin yüksək dağlıq ərazilərində qar ölçmə işlərinin aparılması üçün ekspedisiyalar təşkil edilib. Qar ölçmə işlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri də iştirak edir. Qar ölçmə işləri 36 marşrut üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq. Qar ölçmə işləri Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun Kəlbəcər, Laçın, Şuşa, Xocavənd və Naxçıvan Muxtar Respublikasının Şahbuz, Ordubad rayonlarının ərazisində axan çayların hövzələrində həyata keçirilməklə qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək onun sıxlığı və sululuğu təyin olunacaq. Qeyd edək ki, qar ölçmə işləri martın 16-sına dək davam edəcək.